Yazırıq yanacağın yanma istiliyi ya da yanacaq yanarkən ayrılan istilik miqdarı. Yanacaq yanarkən ümumiyyətlə yanacaq nədir? İstənilən yanan maddə yanacaq hesab olunur əslində. Yanacaq yanarkən də bir ətrafa hiss edirsinizsə bir tüstü dumanla yanaşı, bir istilik də qopub düşür də, elə deyilmi? Həm istilik olur, həm də e, yəni ətrafa istilik ayrılır, həm də alov olur, tüstü olur, bax belə. Yəni istənilən üzvü maddə yanarkən, yəni bu qeyri-üzvü maddə də ola bilər təbii ki. İstənilən maddə yanarkən ətrafa istilik ayrılır. Həmin o ayrılan istilik miqdarının adına biz yanacağın yanma istiliyi deyirik. Yanacağın yanma istiliyi Q hərfi ilə işarə olunur. Düstur belədir. Q bərabərdir. Kiçik Q vurulsun M. Biz M'i rho V ilə işarə etsək olacaq. Kiçik Q vurulsun rho V. Bax bu oldu yanacağın yanma istiliyi və biz qrafik asılığı çəksək görürük ki Q M-dən də V-dən də düz asılıdır. Bəs burada balaca Q nədir? Balaca Q xüsusi yanma istiliyidir. Xüsusi, xüsusi yanma istiliyi. Xüsusi yanma istiliyi nədir? 1 kiloqram yanacaq yanarkən, bax 1 kiloqram yanacaq yanarkən ayrılan istilik miqdarına ayrılan istilik miqdarına bərabər olan kəmiyyətdir. Yəni 1 kiloqrama aid olanlar hamısı xüsusidir. 1 kiloqrama aid olanlar hamısı xüsusidir. Bir dəqiqə üzr istəyirəm şagirdlər. Bu yanma istiliyi balaca Q hərfi ilə işarə olunur. Bu düsturdan tapa bilərik. Balaca Q bərabərdir. Böyük Q bölünsün M. Xüsusi yanma istiliyinin vahidi olacaq. Joule bölünsün kiloqram. Joule böl kiloqram. Xüsusi yanma istiliyi yalnız yanacağın növündən asılıdır. Yanacağın növündən asılıdırsa belə çıxır ki Q M-dən, V-dən, Q-dən asılı deyil. Yalnız yanacağın növündən asılıdır. Yəni sizə xüsusi yanma istiliyi necə dəyişər deyə soruşsalar, cavab da deyəcəksiniz ki, dəyişməz. Çünki burada yazırıq ki, yalnız yanacağın növündən asılıdır. Bax belə. Bunlar haqqında deyəcəklərim bu qədər. Sonra keçirik, orada gəlir. Belə bir başlıq yaza bilərik ki, qarışığın son temperaturu və ya istilik balans təmliyi. Qarışığın son temperaturu yazsaq daha yaxşı olar. Qarışığın son temperaturu. Və ya buna deyirlər qərarlaşmış temperatur. Qərarlaşmış temperatur. İndi bunu mən izah eləyirəm. Ta ki bir maddəmiz var. Kütləsi M1-dir. Xüsusi tutumu S1-dir. Temperaturu da T1-dir. Belə bir maddəmiz var. Və hətta ki onun yanında da digər bir maddə var. Kütləsi M2-dir. Temperaturu T2-dir. Xüsusi tutumda S2-dir.
Və fərz eləyən ki, birinci maddənin temperaturu T1 ikinci maddənin temperaturundan çoxdur. Yəni T1 böyükdür T2-dən. Onda birincidən ikinciyə istilik alış-verişi gedəcək. Q1 istilik miqdarı verilən istilikdir. Q2 isə alınan istilik miqdarıdır. Və bunların cəmi həmişə sıfıra bərabərdir. Çünki bunlar qiymətcə bərabər, işarəcə əksdirlər. Həmişə. Bunlar modulca bərabərdir, işarəcə əksdirlər. İndi bunları götürüb üst-üstə qoysaq, ya da bunları yan-yana qoysaq, bu cisimləri yan-yana qoyduqda, bu temperatur alış-verişi, yəni istilik alış-verişi nə vaxta kimi baş verəcək? Bunların temperaturu ortaqlaşana kimi. Ortaq temperatura bir tau desək, ya da eta desək, bax bu da etadır. Ortaq temperatur və ya son temperatur. Son temperatur. Bu tau deməyək, elə T deyək. Son temperatur T bilirsiniz necə tapılır? Bax, indi yenə bu M1-dir, bu S1-dir, bu T1-dir, bu M2-dir, S2-dir, T2-dir. Yazacağıq ki, belə. S1, M1, T1 üstə gəlinsin. S2, M2, T2 bölünsün S1, M1 üstə gəlinsin S2, M2. Son temperatur belə olacaq. Bu ümumi düsturdur. Təbii ki, buradan xüsusi hallar var. Təbii ki, xüsusi halları mən sizə qeyd eləyəcəm hökmən. Məsəl üçün, nə ola bilər? Xüsusi hallar. Yazıram bura xüsusi hallar. Xüsusi hallar ola bilər ki, hər iki maddə eyni olarsa. Eyni maddə olarsa. Yazıram ki, eyni maddə olarsa. Eyni maddə olarsa o demədik. Yəni, hər ikisinin xüsusi situmu C1, C2-yə bərabərdir və onların rhoları da nədir? Eynidir. Onda ortaq temperatur, yəni son temperatur belə tapılır. Və sizə ən çox lazım olan düstur bu olacaq. M1 T1 M1 T1 üstə gəlinsin. M2 T2 bölünsün. M1 üstə gəl M2. Bax, bu son temperaturun düsturudur və çox vacib düsturdan biridir. Biz bu M-i yerinə rho-v yazsaq, çünki rholar eynidir. Düsturumuz bu hala düşür. T bərabərdir. V1 T1 üstə gəl. V2 T2 bölünsün. V1 üstə gəl. V2. Bu da son temperaturun digər düsturudur. Hər ikisinə aid topluda məsələ var. Ola bilər ki, həm eyni maddə olsun, həm də eyni həcmli, yəni eyni kütləli olsun. Xüsusi hallardan digəri, yəni ki, həm C1 C2-yə bərabər olsun, həm də deyək ki, M1 M2-yə bərabər olsun. Məsəl üçün, bir stəkan isti su ilə bir stəkan qaynar su. İkisində həcmin bir stəkan dedim də. Onda son temperatur çox rahat düsturla tapılır. Bax, T bərabər olacaq. T1 üstə gəlinsin T2 böl 2. Bax belə. Bu da son temperatura aid olan deyəcəklərimizdir. İndi sizə yeni bir mövzu keçəcəm. Termodinamikada iş. Termodinamikada iş. Yazaq buradan. Termodinamikada iş. Ortadan yazırıq. Termodinamikada iş. Birinci yarım başlıq olaraq yazaq ki, izobar prosesdə xarici qüvvənin gördüyü iş. Xarici qüvvənin işi. Deməli, burada deyək ki, bir porşen var. Silindrik qab var və silindrik qab porşenlə bu formada əhatə olunubdur.
və Porschenin altında ideal qaz var. Və bu ideal qaz xarici qüvvənin təsiri ilə sıxılıbdır. Hər iki halı çəkmək üçün mən 2 dənə Porsche çəkməyə çalışacağam. Və bu Porsche'dir. Və bunun da altında ideal qaz var. Bu Porsche'nin əvvəl hündürlüyü H1 olsun. Bunun hündürlüyü H1'dir. Və buna xarici qüvvə tərəfindən F qüvvəsi uygulanır. Bu F xarici qüvvədir bu arada. F burada nədir? Xarici qüvvə. Yəni siz tutaq ki, nasosla topu doldurursunuz. Siz nasosu yuxarıdan aşağıya çəkdiyiniz zaman onda e, nasosun içindəki hava üzərində bir iş görmüş olursunuz. Siz burada xarici qüvvə olursunuz, aydındırmı? Siz xarici qüvvəsiz və nasosun içindəki havanı, yəni qazı sıxırsınız. Və bu zaman qaz bir vəziyyətinə, buna biz bir vəziyyəti deyək, bir vəziyyətindən iki vəziyyətinə gəlir. Və iki vəziyyətində bu Porsche'nin hündürlüyü H2 olsun. Və içərisindəki qaz biraz sıxılıbdır. Və sıxılıbsa təbii ki, söhbət burada bu arada biz təzyiqi sabit götürürük ki, rahat hesablama apara bilək deyə. Bu zaman buradakı təzyiq bu düsturla hesablanacaq. P bərabərdir. F bölünsün S. S burada Porsche'nin sahəsidir. S burada Porsche'nin nə idi? Sahəsidir. Və biz buradan F'i tapsaq, F bərabər olacaqdır. P vurulsun S. Bunu siz əvvəlki düsturlardan da bilirsiniz. Bəs yaxşı, ümumiyyətlə işin düsturu nətərdir deyə bilərsinizmi? İşin düsturu necədir? Kim deyər işin düsturunu? Efes kosinüs alfa. İndi burada kosinüs yoxdur da, nətər yazaq onda? Yazaq F vurulsun S yazmayaq. Niyə S E, yazmayaq? Çünki bu sahə olan S-lə neynəməsin? Qarışmasın. şeydə. Yazaq biz nə? H yazaq. Bu H nə qədər, nəyə bərabərdir bu H deyə bilərsinizmi? H nə qədər yerini dəyişib Porsche? Bir çıxış iki qədər. Bəli, H1 çıxılsın, H2 qədər bu yerini dəyişibdir. Gətirirəm bunu düsturda yerinə yazıram. F-in yerinə yazıram P vur S. Bax, bu düsturu yerinə yazdım. H-ın da yerinə yazacağam mən. H1 minus H2. Bu S-i növbə ilə içəriyə vururam. Olur P S H1 çıxılsın P S H2. Bəs SH nəyin düsturudur? S vur H silindirin nəyin düsturudur? Həcminin düsturu. Deməli V bərabər olacaq. SH eşitməmisiz, silindrin həcmi nətər tapılır? Oturacağın sahəsini vurursunuz nəyə? Onun hündürlüyünə. Onda SH1-in yerinə mən nə yazaram? V1 yaza bilərəm. SH2-nin yerinə isə yazaram mən nə? V2. Beləliklə izobar prosesdə xarici qüvvənin gördüyü işin düsturunu tapdıq. A bərabər olacaq P vurulsun delta V. Yəni V1 çıxılsın V2. Şagirdlər, delta V nə deməkdir? Onu deyə bilərsiniz. Delta V nə deməkdir? Delta Değişmez. V2 çıx V1 deməkdir. Düzdür? Burada nə yazmışıq Hə. bəs biz? Burada V2 V1 çıx Burada V2. mənfi. Ona görə də yazacağıq ki, mənfi P vurulsun delta V yaza bilərik. Beləliklə izobar prosesdə xarici qüvvənin gördüyü iş mənfi P delta V ilə tapılır. Bəs qazın gördüyü iş, önəmli olan qazın gördüyü işdir burada. Çünki bizim məqsədimiz qazın gördüyü işi tapmaqdır. Qazın gördüyü iş aştirikdir şagirdlər. İzobar prosesdə qazın gördüyü iş, qazın gördüyü iş. Qazın gördüyü iş aştirikdir. Və qazın gördüyü iş şagirdlər əks işarə ilə xarici qüvvənin gördüyü işə bərabərdir. Əks işarə ilə. Yəni aştirik bərabərdir mənfi A-ya. Yəni burada qazın gördüyü işin düsturu aştirik bərabər olacaq da P müsbət delta V. Yəni P vurulsun, V2 çıxılsın, V1. Bax bu izobar prosesdə sizə ən çox lazım olacaq düsturdur. Deməli,
Biz buradan sadəcə testləri yaza bilmək üçün belə bir şey şəkil çəkirəm ki, siz söhbətin nədən getdiyini çox rahat öyrənə biləsiniz. Burada P-dir, burada nədir? V-dir. Ta ki bir prosesindən iki prosesinə gedib. Həcm burada nə edib şagirdlər? Genişlənib, düzdür? Genişlənibsə V2 V1-dən çoxdur. V2 V1-dən çoxdursa, onda bu ifadə nə olar? Müsbət olar, yoxsa mənfi olar? Əgər son həcm əvvəlki həcmdən çox olsa. Qazın işi müsbət olacaqdı. Bəli, onda A' bərabər olacaq. P vurulsun. V2 çıxılsın V1. Və bu ifadə təbii ki, sıfırdan nə olacaq? Böyük olacaq. Yəni izobar genişlənmədə deməkdə məqsədim odur ki, biləsiniz ki, izobar genişlənmədə qaz müsbət iş görür. Çünki genişlənən qazın özüdür. Baxın, genişlənən qazın özüdür. İzobar sıxılmada isə xarici qüvvə müsbət iş görür. Çünki izobar sıxılmada qazı kimsə sıxır, yəni xarici qüvvə sıxır. Bax, bu proses, bax, 1-2 prosesin burada çəkirəm. Ta ki, 2-dən 1-ə gedib. Bura V2-dir. Bura yerlərini dəyişək. Çünki 1 ilə 2-nin yeri burada təbii ki, fərqli olacaqdır. Yenə 1-2 prosesi, amma bu dəfə proses əksinə aparılıbdır. Burada qazın gördüyü iş A' bərabərdir P. Yenə yazacaq V2 çıx V1. Amma bu səfər bu mənfi olacaq. Çünki V2 kiçikdir V1-dən. Burada isə V1 böyükdür. V2, burada isə V1 kiçikdir V2-dən olacaq. Bax belə. Ümumiyyətlə isə PV qrafikində qrafiklə həcm oxu arasında qalan fiqurun sahəsi PV qrafikində, bunu yazıram söz kimi ki, PDF atanda oxuya bilərsiniz. PV qrafikində fiqurun sahəsi qazın gördüyü işə bərabərdir. İndi dediyimi yazaq, burada göstərək mütləq şəkildə. Ta ki PV qrafikidir. Ta ki qapalı proses aparılıb. Qapalı prosesdə əgər sirkulyasiya, yəni fırlanma oxu saat əqrəbi istiqamətindədirsə, onda qazın gördüyü iş müsbət olur. Baxın, burada qeyd etdiyim kimi. Bu ortadakı üçbucaq formalı fiqurun sahəsi bizə qazın gördüyü işi verir. Yəni A' bərabərdir S fiqur. O müsbət olacaq qazın gördüyü iş. Yox, sirkulyasiya saat əqrəbinin əksinədirsə, onda bu fiqurun sahəsi tapıb qabağına nə atacağıq? Mənfi işarəsi atacaq. Yəni qazın gördüyü iş yenə də S fiqura bərabərdir. Bu dəfə bu mənfi olacaq. Bax belə. Bunları da biləndən sonra biz burada digər proseslərə baxmalıyıq. Biz izobar prosesdə görülən işdən danışdıq. İzoxor prosesdə Ben görülən bir işi... şey soracağım. Bəli, bəli. Buyurun. Bu birincisinde çəkdiyi məsəl üçün S fiqur sıfırdan böyükdür, ikincisində sıfırdan Hə. kiçikdir o. Və sadəcə orada məsəl üçün P ilə V-nin düz asılı olduğu aşağı gedir, yuxarı gedir. Ona baxdıq. Bu elə bil ki, burada həcm ancaq artmağa doğru gedib. Bax, belə deyək, 1-2 prosesindəki artım, elə bil ki, 1-2 prosesindəki qazın gördüyü iş bu trapesiyanın sahəsində. Bu digər, bax, buraya yazırıq 1-2, burada yazırıq 3. 3-1 prosesindəki qazın gördüyü işdən çoxdur. 1-2 prosesdə qaz müsbət iş görür, 3-1 prosesdə də mənfi. Müsbətlərin sayı mənfilərin sayından çox olduğuna görə müsbət olur. Burada isə bax belə proses gedir. Bax 1 buradan başlasaq, lap buradan başlayırıq. 1 2 3-ə baxırıq. 1-2 prosesində qaz mənfi iş görür çünki həcm azalır.
2-3 prosesində isə qaz müsbət iş görür. Amma müsbətin gördüyü iş bu mənfi işdən azdır. Ona görə də burada ümumi olaraq iş mənfi götürülür. Rahatlıq olsun deyə, sırf abituriyent rahat olsun deyə belə qayda qəbul ediblər ki, gəlin elə onsuz da isbat edib tapmaq olur da bu şeyi. Gəlin deyiblər ki, belə bir qayda qəbul edək ki, saat əqrəbi istiqamətdə fırlanırsa, uşaq fiqurun sahəsini tapsın, sadəcə müsbət götürsün. Saat əqrəbi əksinə olanda isə uşaq yenə fiqurun sahəsini tapıb, qabağına bir dənə nə əlavə eləsin? Qabağına bir dənə mənfi əlavə eləsin. Aydın oldu mu? Bax buna görədir. Bəs o şeydir, müsbət olan görülən iş necə mənfidən kiçik oldu? Modulca? Modulca da təbii ki, yəni toplayanda məsələn mənfi 2 üstə gəl 5 neçə eləyər? Mənfi 2 ilə 5. Hə, bildim. Mənfi 2 ilə 5 3 eləyər. İndi mənfi 5 ilə 3-ü Hə, topla. hə, bildim. Hə, O formada. Yaxşı. Bunu biləndən sonra izoxor prosesdən danışaq. Yox, izoxor qalsın çünki o geniş. İzotermik prosesdə biz işi heç cür düstur olaraq hesablaya bilmərik. Sadəcə biz o işin müsbət və ya mənfi olduğunu tapa bilərik. Ona görə də buradan yazıram. Növbəti proses kimi. İzotermik prosesdə. İzotermik prosesdə iş. Şagirdlər, izotermik prosesdə qaz genişlənirsə, izotermik genişlənmədə V2 V1-dən böyük olduğuna görə qaz müsbət iş görür. Sıxılmada isə, yəni izotermik sıxılmada isə V2 V1-dən, yəni son həcm əvvəlki həcmdən kiçik olduğuna görə qaz mənfi iş görür. Bu dediyimizi burada qrafikdə göstərək, mütləq şəkildə göstərək. Baxırsınız, bu proses. Görürsünüz ki, izotermik genişlənmədir. Burada qazın gördüyü iş müsbətdir. Bu proses nədir? İzotermik sıxılmadır. Burada qazın gördüyü iş mənfidir. Bax, belə şeylər soruşub, sadəcə sizə qazın gördüyü işin müsbət və ya mənfi olduğunu neyləyə bilər? Soruşa bilər. Və sonuncu proses izoxor prosesdə görək qazın gördüyü iş nəyə bərabərdir? İzoxor prosesdə iş. İzoxor prosesdə həcm sabitdir. Həcm sabit olduğuna görə həcmin dəyişməsi sıfıra bərabərdir. Onu da A iştirik bərabər P delta V yazsaq, P-ni nəyə vursaq nə eləyər? Sıfır eləyər. Deməli, izotermik prosesdə qazın gördüyü iş sıfıra bərabərdir. Və həmçinin xarici qüvvənin gördüyü iş də sıfıra bərabərdir. İzoxor prosesdə qaz iş görmür. Xatırlatma amacı ilə sizə qrafiklər çəkirəm. İzoxor prosesin qrafiklərini çəkirəm ki, əgər siz bu qrafiklərə rast gəlsəz, bilin ki, həmin hissələrdə qaz iş görmür. Baxın, bu izoxor prosesdir. İstəyir genişlənmə olsun, istəyir sıxılma olsun. Bu izoxor proses. İzoxorda belə bir qrafik versə iş sıfırdır. Baxın, beləncə qrafik versə iş sıfırdır. PT-dən izoxorda düz asıydı. Belə bir qrafikdə versə, həm qazın gördüyü iş, həm də e, xarici qüvvənin gördüyü iş sıfıra bərabərdir. Bax belə. İzoxor prosesində də işin dedik və indi termodinamikanın birinci qanunundan sizə danışacağım. Yazırıq bura termodinamikanın birinci qanunu. Termodinamikanın birinci qanunu belə ikinci adı belədir ki, istilik proseslərində enerjini saxlama qanunudur. Gəlin onu belə də yazaq. Mötərizədə. İstilik proseslərində istilik
proseslərində enerjinin saxlama qanunu. Ümumiyyətlə enerjinin saxlama qanunu enerjinin hara sərf edildiyini göstərir. Enerjinin hara sərf edildiyini. Termodinamika birinci qanunda deyilir ki, daxili enerjinin dəyişməsi, yəni delta U, nə ilə əlaqədir? Ona verilən istilik miqdarı ilə bizə bir də qazın xarici qüvvələrin qaz üzərində gördüyü işin cəminə bərabərdir. Yəni delta U bərabərdir Q plus A. Day bunu sözlə yazmıram. Buradan Q'nu tapanda olacaq delta U minus A iştirik. Delta U minus A iştirik olacaq. Qoy biləsiniz də A iştirik hardan tapılır. Q'nu tapanda olacaq delta U minus A. Bu mənfi A bayaq dedik ki, burada qeyd etdik ki, mənfi A, burada mənfi A, müsbət A iştirixə bərabərdir. Onda bu dediyimizi gətirib yerinə yazsaq, onda Q bərabər olacaq delta U plus A iştirik. Deməli, bu düstur əsas bizə lazım olacaq düstur budur. Termodinamikanın birinci qanunu. Yəni, istilik nəyə sərf olunur? Qaza verilən istilik sərf olunur daxili enerjinin dəyişməsinə və qazın xarici qüvvələrə qarşı gördüyü işə sərf olunur. Qazın xarici qüvvələrə qarşı gördüyü işə sərf olunur. Mən bir söz deyəcəm. Bəli. Bu Q-nü məsələn istilik miqdarını hər hansısa bir cismə verəndən sonra onun daxili enerjisinə çevrilir. Hə, təkcə daxili enerjisinə də çevirəcək. Əgər qazdırsa, xarici qüvvəyə qarşı görülən işə də sərf olunacaq. Bu termodinamikanın birinci qanunu sırf qazlar üçün doğrudur. Qazlar üçün doğrudur, amma onu maddələr üçün də tətbiq etmək olar. Məsəl üçün, belə deyək də, biz dəmir var idi, dəmir. Heç dəmirə uzaq getməyək. Məsələn, qəhvədanda çay qaynadırıq, ha. Qazdan alınan istilik hara sərf olunur, bilirsən? Qazın üstünə qoyuruq, ha. O istilik bilirsən hara sərf olunur? 1. Çaynikin dəmirinin qızmasına, 2. Çaynikin içindəki suyun qızmasına sərf olunur. Dolayı yolla həmin o suyun daxili enerjisinin artmasına sərf olunur. Anlaya bilirsənmi? Orada A-onda şeydir, məsəl Orada üçün A yoxdur. Mən izah eləyəcəm də. Daxili enerjini iki üsulla dəyişmək olar. 1. Sistemə istilik verməklə. 2. Sistem üzərində mexaniki iş görməklə. Aydın oldu mu? Orada A yoxdur. Yəni mənim danışdığım situasiyada işdən söhbət getmir. Elə məsələn, bəs orada qazın üstünə qoyanda qaz özü də orada, məsələn, dediyiniz ki, suyu da qızdırdı. bəli. O qəhvədanın özünün dəmirini də qızdırdı. O iş deyil. Yo, iş deyil. İş bilsən nədir? İş cisim üzərində mexaniki iş, o söhbət orada mexaniki işdən gedir. Yəni biz orada qaz deyil axı, dediyimiz qaz yanan qazdır. O bizim dediyimiz qaz isə Porsche'nin altında olan ideal qazdır. Yəni bu termodinamikanın birinci qanunu biz hələ ki bu qazlara aid eləyirik də. Hal-hazırdakı bizim mövzumuz qazlardır. Aydın oldu mu? Sən dediyin situasiyada ki, maddələrə aid eləmək üçündür. Onu burada deyəcəm. Yazıram ki, bax belə. İndi bir var sistem, bir də var qaz. Biz qaz üçün olanı dedik. Ümumi qaydada budur. Yaza bilərik ki, sistemin daxili enerjisini iki üsulla artırmaq olar. Bax yazıram bura. Sistemin daxili enerjisini iki üsulla dəyişmək olar. 1. Yalnız istilik verməklə. Yalnız istilik verməklə. Onda iş olmur. İş sıfır olur. Onda Q nəyə bərabər olur? Delta U'ya ya da delta U Q'ya bərabər olur. Yəni verilən istiliyə bərabər olur. Bizim dediyimiz söhbət də budur. Bax, bizim qəhvədan söhbəti budur.
Sonra yaza bilərəm ki, yalnız iş görməklə ola bilər. Yalnız mexaniki iş görməklə. Onda məsəl üçün onda belə deyək də Q sıfır olur. Onda delta U A eşitdir bərabər olur. Yalnız mexaniki iş görməklə daxili enerji dəyişmək istəsək. Bu arada bu A eşitdir yox A olacaq. Çünki A eşitdir qazın gördüyü işdir. Sonra hər ikisi ola bilər. Hər ikisi olanda da zaten yuxarıda yazmışıq. Məsəl üçün indi bu axırıncı cümlə var ha. Fidan eşidirsən? Yəni, Axırıncı cümlə məsəl üçün. Dəmir götürmüşük çəkiclə dəmirə çoxlu vururuq. Çəkiclə dəmirə çoxlu vurduğumuz zaman biz dəmir üzərində mexaniki iş görmüş oluruq. Və o zaman dəmir qızır. Dəmir qızırsa onun daxili enerjisi neyinir? Artır. Yəni biz ora istilik vermirik də, yalnız iş görməklə. bəs İndi yalnız bəli. istilik verməklə də A ştrix niyə yazılıb? Məsələn, A niyə olmadı? A niyə olsun ki? Qazı qoymursan qəhvədanın üstünə iş görmürsən axı. Qəhvədandakı çayniki sadəcə qoymursan qaz qızır. Qaz qızdırır, oradan istilik alır. Orada iş yoxdur axı. Hansı işdən danışa bilərik orada? Hə, bildim. O Mhm. sadəcə qaza aiddir. Ona görə A ştrix yazmışıq. Bəli. Yaxşı, indi biz növbəti başlığı keçəcək və bütün suallara aydınlıq gələcək. E, başlığımız belədir. Termodinamikanın birinci qanunun müxtəlif izoproseslərə tətbiqi. Bax, burada hər şey gün işığı kimi aydın olacaq. Yazırıq. Siz də yazın, ya da siz yazmırsınız da. Siz gözləyirsiniz ki, axırda PDF-i atım qrupa. Eybi yox, problem deyil. Yazırıq ki, termodinamikanın birinci qanununun, buradan yazaq. Termodinamikanın birinci qanununun müxtəlif izoproseslərə tətbiqi. Müxtəlif izoproseslərə tətbiqi. Düstur belədir. Deməli, bizim bildiyimiz düstur budur. Delta Q bərabərdir delta U plus A eşitdir. Delta U plus A eşitdir. İndi bu düsturu biz müxtəlif izoproseslə tətbiq edəcəyik. Birinci prosesimiz olsun izotermik proses. Ya da isti-isti bir gün keçdik izoxor proses. İzoxor prosesdə M konstant və V konstant idi. Və burada bayaq dedik ki, qaz iş görmürdü. Həmçinin xarici qüvvədə iş görmürdü. Onda düsturumuz nə hala düşəcək? Yazırıq ki, Q bərabərdir delta U plus A eşitdir. A eşitdir sıfıra bərabər olduğuna görə, deməli Q bərabər olacaq delta U-ya. Deməli, izoxor prosesdə qaza verilən istilik miqdarının hamısı qazın daxili enerjisinin dəyişməsinə bərabər olur. Yəni, Q bərabər olur delta U-ya. Və delta U-nun düsturlarını biz buraya yazsaq, Q-nün də düsturlarını yazmış olarıq. Yəni, Q